həmin qəzanı süni intellektlə efirdə süni intellekt materialı yazıb o anı canlandırırıq ki, qəza bu cür baş verib. Aidiyyatı qurumun açıqlamasına əsasən, məsələn, bu maşın bunun yoluna çıxıb, qırmızı işıqda keçdi və bu qəza baş verdi. Onun süni intellekt, yəni biz bugün televiziya məkanı olaraq ancaq belə istifadə edirik. Sizin dronlarınız var? Var. Var, super. Siz məsəl üçün uzaq məkandır və getməmisiniz və yaxında dronlar var. Dron yuxarıdan çəkir, həmin o informasiya analiz olunmaq üçün qoyulur süni intellektə. Süni intellekt çıxardır oradan müəyyən materialları və sizin əgər avatar yaradılıbsa, yəni süni intellektdə, Ülker getmədən orada süni intellekt çıxır və sizin səsinizlə başlayır danışmağa. Faktiki olaraq siz daha tez o informasiyanı verirsiniz. Həmin o dronun verdiyi video görüntülər tam vaxtında ola bilər. Yoxdursa həmin yerdə dronunuz. Peykə qoşulursunuz. Peyklə sizin dostluq varsa, peykdən şəkillər çəkilir. Həmin o peyk şəkilləri yenə də analiz olaraq verilir və sizdə olan informasiya artıq sizin redaktorların işi çox zəifləyəcək. Sizin o ChatGPT-ni götürək, ya OpenAI, ya nəsə prompt qoyulduğu halda materiallar daha rahat hazırlanacaq və daha operativ olacaq.